Bugün çok büyük, gurur verici bir gündür. Bundan da daha çok gurur verici gün o gün idi ki, Prezidentimiz Ali Başkomandan elan elədi ki, Şuşa sən azadsan, Şuşa bizimdir. Bu hisslərin təsirindən deməmək mümkün deyil ki, hər bir Azərbaycanlı nə cür hisslər keçiribdir. Bugün isə biz doğma yurdumuza qayıdırıq. Mən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləmişəm. Ali Başkomandanımız, hörmətli Prezidentimiz Qarabağ Universiteti yaratdı. Mən Qarabağda Xankəndini əvvəlki adından da layiq bir şəhər görmək istəyirəm. Ziyalılar şəhəri görmək istəyirəm. Mən Xankəndini sənaye şəhəri görmək istəyirəm. Bu universitetin burada yaranması, açılması bir perspektivi olan böyük bir işdir. Gün gələcək, vaxt gələcək ki, bu universiteti bitirən məzunlar Respublikada və xaricdə adla tanınacaqlar. Bu səbəbdən də mən bu günləri bizə veriləcək evlərdə məskunlaşaraq Qarabağda, universitetdə, ümumiyyətlə təhsil sahəsində bütün xidmətlərimi göstərməyə hazıram. Bir daha mən minnətdaram Ali Başkomandanımıza, hörmətli Prezidentimizə ki, qaçqınları öz yerlərinə qaytarmaq üçün mərhələli şəkildə və sürətli şəkildə qeyd etmək istəyirəm ki, öz daimi yaşayış yerlərinə qaytarmaq üçün dövlətin əlində olan bütün vasitələrdən istifadə eləyir. Və bu sahədə biz hamımız Cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk.